izləyicilər, dünən zərfin məmnun növü ilə bağlı bir sual paylaşmışdım. Sual belə idi ki, zəng vurulandan sonra da xeyli oturdum, yazı işlərini diqqətlə yoxladım. Bu cümlədə zərfin hansı məna növləri işlənmişdi? Təbii ki, zərfin müxtəlif məna növlərini qeyd edənlər var idi, hətta zaman zərfləri yazanlar da var idi. Demək, burada işlənibdir xeyli miqdar zərfi. Bir də tərzi hərəkət zərfi işlənib. Zəng vurulandan sonra da xeyli oturdum, yazı işlərini diqqətlə yoxladım. Diqqətlə tərzi hərəkətdir, xeyli miqdar zərfidir. Bu cümlədə zaman zərfi yoxdur. Sonra zaman zərfi deyil. Zaman zərfi yazanlar var idi. Niyə zaman zərfi deyil? Bildiyimiz kimi əvvəl, qabaq, sonra bəri sözləri həm zərfdir, həm qoşma. Bunlar amonimlik xüsusiyyətinə malikdir. Necə ayırd edərik? Bax, bu cümlədəki sonra sözü qoşma idi. Zəng vurulandan sonra əgər əvvəl, qabaq, sonra bəri sözlərindən əvvəl dan dən şəkilçisi varsa, yəni ismin hal şəkilçisi varsa, artıq bu olacaqdır qoşma. Bu cümlədə də hal şəkilçisi olduğuna görə sonra zaman zərfi deyil, qoşma idi. Bu qədər.